Salam dəyərli şagirdlər, hörmətli izləyicilər. Güvənin statika mövzusundan baxırıq C variantında olan 22-ci suala. Sistem tarazlıqdadır. BC çubuğunun ağırlığı 200 Newton olarsa, AC pindiki gəlmə qüvvəsi neçə Newton olmuş olacaq? Əvvəla bizə əgər BC çubuğunun ağırlığını veribsə, biz hökmən ağırlıq mərkəzini tapırıq. Buradan aşağı doğru çəkirik. Bu bizə verib 200 Newtondur. Digər tərəfdən dostlar, biz bilirik ki T bucaq altına yönəlib, yəni bucaq altına bağlanıb dayağa. O zaman bunu toplanana ayırırıq. Bu olacaq TY. Bilirik ki, TY bərabərdir T vurulsun sinus alfaya. Düsturu bu formadadır. Bunu yazandan sonra mən nə edirəm indi burada? Qüvvələrin tarazlıq şərtlərini yazmış oluram. Təbii ki, çəki də aşağı doğru olmuş olur. Dayaq da buradır. Deməli, 200 vurulsun MC'nin qol uşaqları nə qədərdir? 1, 2. Özündən dayağa qədər məsafə. Üstə gəl. Digər qüvvə P də aşağı doğru gedir. Onun qolu isə 1, 2, 3, 4. 4 olmalıdır. Yəni 700 vurulsun 4-ə. 700 vurulsun 4-ə. Bərabərdir T sinus alfa. T sinus alfa. O da T'nin də qolu, baxın, dayaqdan 4 dama məsafədədir. 1, 2, 3, 4. Burada olacaq 400. Üstə gəlinsin 2800. Bərabərdir T sinus alfa. T 53 dərəcədə alır 0.8. Daha doğrusu sinus alfa vurulsun 4. Okey. İndi bura oldu 3200 hesablayanda bərabərdir T vurulsun 3.2. Və buradan avtomatik alırıq ki T Y variantı olan 1000 Newtona bərabərdir.